versin. Benim başka adam yerimde olsaydı çoktan bir kişiyle hayatta durup oturup dostluk ederdim. Ben 20 yıl ibadet ederim. Bana öyle şeyler lazım değil. Kətdə benim başıma and içirlər. Ben ibadet ederim. Kur'an'ın adına and olsun 2005. yılda. Allah kabul eləsin. Ben o pis yolu seçmemişim. O ahlaksız yolu seçmemişim ben. Başkası benim yerimde olsaydı ahlaksızlığı alıp ikinci otağı da tamir ettirmişti. Ne? Yani ahlaksızlığına biriyle özü için durup oturardı. Da yani bir kişi saklayardı onu. O evi de tamir ettirerdi. Yani evi başka cüre tamir eləmək olmur. Kredi götürmüşəm o otaqları, o evi böyük. Yox, mən başa düşməm. Siz nəyini ona Yəni ki, gətirirsiniz? mən- Bu dünyada evi başka yolla təmir eləmək mümkün Zam- değil. Şok yaşadım. Zaur. Əzizim Zaur. Sənə yalvarıram. Qarşında düz çəkirəm. Bu qadına. Bilmirəm kişi deyim, oğlan deyim, nə deyim. Tapın verin bu çıxsın geçsin də. Xahiş edirəm Zaur. Çox xahiş edirəm. Da gözümüz mazol olub. İçərimizdə bir ikrah hissi yaranıb. Bu qadını görəndə, üzr istəyirəm ifadəmə görə, hər birinizdən ürəyim qalxır. Deyirəm, yenə də deyirəm, insanın yaxşı keçəndə Allah adamın yaşını uzatmasını, ağlını uzatsın, dərrakəsini uzatsın. O yaş artmaqla deyil. Yenə də deyirəm, bu qadına bir oğlan, bir kişi tapın. Sən Allah dönsün, geçsin kəndinə, kəsəyinə, geçsin inək saxlasın, qoyun saxlasın, keçi saxlasın, toyuq saxlasın. Ay Allah, bunun indi gəlib səndən kərpici istəyən vaxtıdır. Bay evi bir otağı da yarımçıq qalıb da. Ay arvad, gəldin əzar mənə taxta ver, şalban ver, mənə sement ver, mənə qum ver. Sən bu oğlanı neyinirsən? Gəl bunları al da. Bir dünyanıza dəyişəndə bir özünüzə rəhmət qazanın da. Zar, xahiş edirəm. Çox xahiş edirəm. Bu qadını yola sal geçsin. Arzusunu, istəyini reallaşdırın. Sara Səfra Bahadır'dan.